İmkansızlıqdan heç vaxt məktəbə gedə bilməmiş qardaşlar 12 yaşlı Şahinlə 13 yaşlı Sənan hər gün zibilliklərdədirlər. Onlar Sabunçu qəsəbəsindəki zibilliklərdən dəmir parçaları axtarırlar. O yanlarda çıxılır. Orada da qoymurlar. Axşam tərəfə gedirik, yığırıq, axşama qədər. Səhər açılır, saat 7-yə qədər gezirik, 7-dən sonra gedirik, yığırıq, saat gecəyə qədər. 9-10 da qayıdırıq evə sonra. Sənanla Şahinin evləri budaxmadır. Sabunçu qəsəbəsində qamışlıqların, zibilliklərin əhatəsində olan bir yerdədir. Qardaşlar heç vaxt məktəbə getməyiblər. Ancaq həmişə məktəbin yanından keçəndə ürəkləri atlanıb. Onlar da sinifdə oturub yazıb oxumaq öyrənmək istəyiblər. Elə daxmalarının qabağındakı quru yerdə oturub dincələndə yazmaqdan, oxumaqdan danışırlar. Sənan hətta qonşu uşaqlardan yazmağı da öyrənib. Daim uşaqlarla baxdım öyrəndim.